11 sentyabr aksiyalarından 10 il sonra qaçaq yaşayan Bin Laden Qərb əleyhinə hərəkatın simvoluna çevrilmişdi. Uzun müddətli axtarışlardan sonra o, Pakistanda aşkar edilmişdi. Onun Abbottabad şəhərindəki evi dağıdılıb, gizləndiyi bu evdən əsər əlamət qalmayıb. Lakin Hacı Məhəmməd Əli kimləri onu hələ də qəhrəman hesab edir. O çox yaxşı insan idi. O, İslamın bayrağı idi. İslamın, müsəlmanların gözəl nümunəsi idi. Allah hər bir ürəkdə ona yer versin. ABŞ üçün Usamanı ələ keçirmək 10 il vaxt aparmışdı. Axtarış əməliyyatları filmdə əksini tapıb. İslamabadın video mağazalarının heç də hamısı bu filmi satışa çıxarmır. Onlar hökumətin təzyiqindən çəkinir. Terrorizmlə mübarizə aparan Pakistan rəsmiləri Bin Ladenin ideoloji ruhlandırma simvolu olmasını istəmir. Bu, yazıcı və təhlilçi İmtiyaz Gülün sözləridir. I think there's a very conscious effort not to allow Osama bin Laden to... Bin Ladenin müəyyən insanlar üçün qəhrəman, İslamın və ABŞ əleyhinə cihadın tərənnümü kimi yenidən vüsət alacağından ehtiyat edilir. Çıxış yolu onun tarixin səhifələrindən silinməsidir. Əl-Qayda və üsyankar İslamçılar Pakistanlılar arasında populyar deyil. Usama Bin Ladenin də tez-tez yada salındığını demək olmaz. Lakin təhlilçilər Əfqanistan müharibəsi və Pakistanın pilotsuz təyyarələrin hücumlarına məruz qalmasının Amerikaya qarşı qəzəbləri daha da dərinləşdirdiyini deyir. Abbottabadda Bin Ladenin xatirəsindən iz belə qalmasa da, əhali onun adını yaşatmaqdadır. Bin Ladenin qətlindən sonra bu məhəllədə dünyaya gələn 4 uşağa onun adı, Usama adı verilib. Vaşinqtondan Sevda Əliyeva, Amerikanın səsi.